Salamlar, hər vaxtınız xeyir olsun. Necəsiz? Bugün sizə danışmaq istədiyim bir mövzu var, toksik münasibətlər. Bu verdiyim açar çox vacib bir açardır. Sən bu açarla öz həyatındakı münasibətin toksik və ya sağlam olduğunu ayırd edə biləcəksən. İlk öncə istəyirəm ki, toksik münasibət adı altında ay ayrılacağam, ay boşanacağam, ay tərk edəcəm, ay yaxşı bəhanədir gedim dalaşım. Yəni bunu bu cür şəkildə istifadə etməyəsiniz ilk öncə. Sadəcə toksik nə yaşayıram, buna baxıb da mən bunu necə düzəldə bilərəm öz məsuliyyətimin daxilində və partnyorum daha nələrə diqqət etsə, o da, yəni öz üzərində işləsə, paralel şəkildə münasibətimizi sağlama apara bilərik. Bu nöqtədən baxmağınızı istəyirəm. Yoxsa dağıdım, vurum, qışqırım, günahkar çıxarım, boşanım, ayrılım, isterik şəkildə yanaşmağınızı istəmirəm və bunu da bu bəhanə kimi istifadə etməyəsiniz. Gəlin baxaq görək toksik münasibətlər hansı şəkildədir. Toksik nə deməkdir? Toksik o deməkdir ki, nələrsə qaydasında getmir. Bu mənə emosional, maddi, fiziki və intellektual olaraq təsir göstərir və bu təsir uzun müddət olanda mən özümü çıxılmaz bir vəziyyətdə hiss edirəm deməkdir. Aha, indi gəlin bir şey də ayırd edək. Ümumiyyətlə mən sizə bunu qısa şəkildə vermək istəyirəm. Birinci növbədə mən sizə danışacağım bir məlumat odur ki, 4 etaplı, yəni sən emosional, intellektual, maddi və fiziki mənada ehtiyacların qarşılıqlı şəkildə ödənmədiyi bir yerdə sən toksik münasibətə girirsən. Yəni bu nə deməkdir? Deyək ki, mənim sevgi ehtiyacım var, amma partnyorumun mənə yetəri qədər sevgi verdiyini görmürəm və yaxud da ki, inanmıram. Davamlı ondan sevgi istəyirəm, dəyər istəyirəm və yaxud da mənim maddi ehtiyacım var. Mən tutalım istəyirəm ki, aylıq müəyyən xərclərimi partnyorum görsün. Bu arada partnyor həyat yoldaşı da ola bilər, yəni fərq etmir və onun üzərindən başlayırıq davalar, söz-söhbətlər, xaoslar, manipulyasiyalar və yaxud da mənim fiziksel ehtiyacım var. Yəni fərqi yoxdur. Bu 4 ehtiyacdan hansısınasa mənim çox ehtiyacım var deyə mən davamlı olaraq bunu partnyorumdan gözləyirəm və ala bilmirəm. Ala bilmədiyim hər hansı bir şey mənim ehtiyac səviyyəsindən sevgi ilə bağlanmağıma səbəb olur. Eyni şeyin əksi də partnyorum da məndən ola bilər ki, davamlı dəstək gözləyir, sevgi gözləyir, təsdiq gözləyir, xoş söz gözləyir, amma mən onu verə bilmirəm. Və yaxud da fiziksel yaxınlığa çox önəm verir, amma mən partnyorumu bu mənada tatmin edə bilmirəm. Misal üçün deyirəm, bu da ola bilər. Yəni baxın, münasibət iki tərəfli olduğu üçün burada iki tərəfimizin də ehtiyacımız var. Mənim ehtiyaclarım 4 etapda nədir? Partnyorumun ehtiyacı 4 etapda nədir? Mən emosional, intellektual nə istəyirəm, maddi nə istəyirəm, fiziksel nə istəyirəm və nəyə ehtiyacım var? Birinci oturun bunu özünüzdə tapın. Sonra mən partnyoruma mən partnyorumun hansı ehtiyacını ödəyə bilərəm? Sonra bu nöqtədən bu məsələyə baxın. Təkcə almağa fokuslanmayın. Bu yerdə də toksiklik var. Əgər davamlı olaraq almağa fokuslanırsınızsa, mən partnyoruma nə verə bilirəm və mənim hansı ehtiyacım var və o qarşılanır. Sonra partnyorunuzu həmçinin, partnyorumun hansı ehtiyacları var və o mənə nə verə bilir. Əgər siz düşünürsünüzsə ki, partnyorunuz sizə nələrsə verə bilmir, o zaman ağzınızı açırsınız və deyirsiniz, mənim buna ehtiyacım var. Və o da sənə deyir ki, mənim də buna ehtiyacım var. Ehtiyaclar qarşılıqlı ödənməlidir. Münasibətdə ehtiyaclar ödənmədiyi müddətcə sağlam verim alma şəkli olmur. Və sağlam davamlı siz nəyə dönür? Ana-ata münasibətinə dönür. Sanki atamdan, anamdan istəyirəm, borcu da etməlidir. Malı məlilər yüklənir. Xeyr. Bərabər şəkildə veririk, alırıq, alırıq, veririk. Elə insan var, həddindən çox verir. Elə insandan da var, həddindən çox alır. Hər iki tərəfdə münasibət necə deyimi sizə sömürülür və belə olan halda toksiklik yaranır. İzah edə bildim də yəqin ki, sizə ki, bu nə deməkdir. Yəni, belə olan tərəfdə toksiklik daha çox yaranmağa başlayır. Bir də onu qeyd edeyim ki, sənin nəyə ehtiyacın varsa, bunu əvvəlki videolarımda danışmışam, keçid etməmisənsə, keçid edib baxmağını istəyirəm. Sənin nəyə ehtiyacın varsa, sevgidir, qayğıdır, güvəndir, sonra nə bilim puldur, işdir, nə bilim maşındır, nəyə ehtiyacın varsa, bu deməkdir ki, sən bunları yetişkin versiyanla məsuliyyətini alıb özünə də yaxşı mənada verməyi bacarmalısan. Sən sual verə bilərsən ki, niyə elə hər şey mən? Baxın, hər şey mən demirəm, amma bəzi şeylərin məsuliyyətini alanda, yəni sən biləndə ki, sənin də buna ehtiyacın var, o partnyor seçimində belə bu məqama diqqət edirsən ki, bu partnyor mənim hansı ehtiyacımı ödəyə bilir? Məsələn, ev istəyən bir xanım istəyir ki, tutalım ki, ev olsun.
Şəxsi bir evi olsun istəyir, ailə həyatı qursun istəyir. Ya bu məqsədi evi olmasıdır. Yəni evin də istəyir olsun. Partnyor seçəndə əgər 5 dənə namizəd onu istəyirsə, o elə bir partnyor seçəcək ki, partnyoru onun ev ehtiyacını ödəsin. Da gedib evsiz bir insanı seçməyəcək həyatına, sonra da oturub ömür boyu şikayət edib ondan ev al deməyəcək. Yəni şuurlu şəkildə seçim budur. Və yaxud da mən davamlı sevilmək, seçilmək istəyirəm. Mən görürəm yanımdakı insan məni sevmir, seçmir, dəyər vermir, subayam hələ. Otururam, düşünürəm ki, dəyişəcək, düzələcək, falan şey səhv elədim, manipulyasiya, tarot, ritual, əməl, 555 deyib özümü aldatmıram. Mən başa düşürəm və görürəm ki, real şəkildə bu insan məni sevmir, mənə dəyər vermir. Əgər subayamsa, mən yalandan ona gedib evlənməyimlə o dəyişən və düzələn deyil. Hansısa taktika ilə mənə gələn deyil. Və mən baxıram digər münasibətlərə təklif olunur. Baxıram ki, məsələn deyirəm. Mənə təklif edilənlər arasında məsələn atıram. Mənə dəyər verən də var, sevən. Məsələn, bununla münasibət qursan, indiki etapda bu sağlam görünür. Düzdür, mən burada heç vaxt demirəm. Hər an hər şey ola bilər, amma illüziyadan yox, reallıq prinsipinə əsasən. Bunu da tövsiyə edirəm ki, heç olmasa bir dəfə də olsa bir psixoloqla işləyəsiniz dərindən. Ümumiyyətlə, ailə həyatı qurmamışdan öncə bir psixoloqla mütləq şəkildə işləyəsiniz. Mən səni dəvət edirəm tamamilə ödənişsiz Telegram kanalıma və mənim YouTube videolarımı izləməyinə. Bundan əlavə mən hər ay tamamilə ödənişsiz şəkildə vebinarlar keçirirəm, təlimlər verirəm. Bunlara da baxaraq maariflənə və öyrənə bilərsən. Və bunu da qeyd edeyim ki, mənim 2 klubum var. Biri mənəvi həyatlar və biri maqnetizm klubudur. Bunlar üzərində də abunə olaraq öz inkişafına yatırım edə bilərsən. Əlavə sessiyaları da, seanslara da açıqam. Əgər qoşulmaq istəsən, mənimlə bir yerdə bu yolu davam edə bilərsən ki, mən sənə daha yaxından kömək edə bilərəm. Məsələn, mən asılılıq texnikasını paylaşmışdım elə bu yaxınlarda. Asılılıq texnikasını paylaşmışdım və çox insandan artıq nəticələr gəldi. Düşünürəm ki, sən də artıq bu etapı qırmaq zamanındır. Ümid edirəm ki, video sənin üçün faydalı oldu. Faydalı oldusa bəyənməyi və yorum etməyi unutma. Unutmasınlar, hə?